Şimdi Azerbaycan'a götürelim sizlerim. Bakü'ye uzanalım ki acı ve gözyaşıyla dolu Güney Kafkasya Türklerinin tarihinde Mart 1918'de yaşananlar kuşkusuz en hüzünlü dönemlerinden biriydi. Hatırlayacaksınız. Kuba ve Bakü başta olmak üzere Azerbaycan coğrafyasında on binlerce masum insan Ermeni ve Bolşevik güçlerce katledildi. 31 Mart ülkede Azerbaycanlıların soykırım günü olarak kabul ediliyor ve hayatını kaybedenler bu tarihte anılıyor. Bizler de şimdi Bakü'ye uzanacağız sevgili seyirciler. Azerbaycan Milli Meclisi'nde bulunan muhabir arkadaşımız Fatih Avanos, Milli Meclis Başkan Yardımcısı tarihçi Musa Kasımlı ile birlikte 31 Mart 1918'de yaşanan bu sürece giden günleri, neler yaşandığını, o günlerdeki acıları ve tarihi geri planını ve sonrasındaki etkilerinin işte bu soruların, bu başlıkların hepsini ayrıntılı olarak konuşacaklar. Biz hemen sözü kendilerine bırakalım. Azerbaycan tarihinde çokça hüzünlü günler var. Çokça aslında acı günler var. Onlardan biri de 1918 yılında yaşandı. Aslında 1900'lerin başından itibaren bir süreç vardı. Ve o süreçte Çarlık Rusyası'nın yıkılması, Şubat ve Ekim devrimleri, ardından Bolşeviklerin bu noktada iktidara gelmesi ve Azerbaycan Türklerinin yine acıyla, gözyaşıyla, zulümle karşı karşıya kalması. 31 Mart 1918'de artık Azerbaycan'da katliamların had safhaya çıkması. Azerbaycanlıların soykırım günü bugün. Azerbaycanlılar, Azerbaycan tarihinde yaşanmış bu hadiseyi hiçbir zaman unutmuyor ve bir sembol gibi her yıl 31 Mart'ta hayatını kaybedenleri anıyor. Azerbaycan iradesinin, halkın gücünün, kudretinin yansıdığı Milli Meclis'teyiz. Azerbaycan Milli Meclisi'nin önündeyiz ve Milli Meclis Başkan Yardımcısı tarihçi Sayın Musa Kasımlı ile birlikteyiz. Bu noktada çalışmalarıyla, ilmiyle bizi en iyi aydınlatacak, o günleri bizlere hatırlatacak, neler yaşandığını bizlere paylaşacak kendisiyle birlikteyiz. Efendim yayınımıza hoş geldiniz. Sizi hürmetle selamlıyorum. Çok teşekkür ediyorum bugünü bizlerle birlikte olduğunuz için. Biz 1918 olaylarını sizlerle konuşmak istiyoruz. Oraya giden süreci, neden yaşandı, neler yaşandı sizden almak isteriz efendim. Teşekkür ederim. İlk növbədə soyqırım qurbanlarına Allah'tan rəhmət diləyirəm. 1918-ci ilin martın 31'ində soyqırımı o dövrdə olan soyqırımların zirvə nöqtəsiydi. Buna qədər də soyqırımları törədilmişdi. Şərqi Anadolu'da kütləvi qırğınlar dinc türk-müsəlman əhalisinə qarşı törədilmişdi. Dünya müharibəsinin gedişində Qafqaz cəbhəsi dağılanda, Rus əskərləri geri çəkiləndə o qırğınlar İrəvan quberniyasında, Bakı quberniyasında, Gəncə quberniyasında, Tiflis quberniyasında törədildi. Qırğınların törədildiyi coğrafyalardan biri, soyqırımların həyata keçirildiyi coğrafyalardan biri də Güney Azərbaycandır, Cənubi Azərbaycandır. Bu qırğınların konkret məqsədləri var idi. Ondan ibarətdir. Azərbaycanın muxtariyyatının o zaman deyildiyi kimi və müstəqilliyinin qarşısını almaq, Azərbaycanı ələ keçirmək, Bakı, Abşeron yarımadasını türksüz, müsəlmansız, Azərbaycansız bir əraziyə çevirib nefti götürmək. Həmin dövrdə iki neft mənbəyi uğrunda böyük mübarizə gedirdi. Onun biri Mosul nefti idi, o birisi Azərbaycan nefti idi. Hər ikisi Türk ərazisində yerləşirdi. Bu soyqırımı sistemli şəkildə, düşünülmüş şəkildə həyata keçirildi. Bakıda Bakı Soveti, Daşnak dəstələri də onların ixtiyarında idi. Şamiyan başda olmaqla bunu törətdilər. Bu qırğınların törədildiyi coğrafiyada çox ağrılı şəkildə həyata keçirildi. İnsanların diri-diri yanar təndirlərə atılması, su quyularına atılması, neft quyularına atılması, bütün insanların bir yerə toplanaraq od vurulub yandırılması, məscidlərin yandırılması və s. Bəs nə qədər insan öldü? Rəqəmlər müxtəlifdir. Azərbaycan arxiv sənədlərində bu 8, 12, 15 min deyilir. Həmin dövrdə
təhqiqat komissiyası yaradılmışdı. O təhqiqat komissiyasının tərkibində qeyri-Azərbaycanlılar da iştirak edirdi. Amma bizim üçün ən maraqlı olan nə qədər insanın öldürülməsinə dair xarici mənbələrdir. Həmin dövrdə Bakıda təxminən 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri Azərbaycanlılar idi. İngilis mənbələrində yazılır ki, şəhər əhalisinin 1/4 öldürüldü. Eyni məlumat Amerikan mənbələrində də var. Yəni, müsəlman əhalinin 1/4 nə qədər eləyir? 20-25 min nəfər eləyir. Həmin dövrdə insanlar heç bir partiya mənsubiyyəti qoyulmadan sistemli şəkildə türk, Azərbaycanlı, müsəlman olduğu üçün öldürüldülər. Amma bu soyqırımı törədənlər öz istəklərinə çata bilmədilər. Onlar istəyirdilər ki, Azərbaycanın müstəqilliyinin qarşısını alsınlar. Belə hesab eləyirdilər ki, Azərbaycanlılar əgər qalib gəlsələr, Bakını paytaxt elan eləyəcəklər, müstəqil dövlət quracaqlar. May ayında Azərbaycan xalqı bütün müsəlman şərqində ilk dəfə olaraq Respublika idarə üsulunu qurdu. Cumhuriyyət fikrini Azərbaycan xalqı müsəlman şərqinə gətirdi. Ondan sonra cumhuriyyətlər quruldu. Onlar istəyirdilər ki, Bakını, Abşeron yarımadasını türksüz, müsəlmansız, Azərbaycansız bir əraziyə çevirsinlər. Bakı neftinə sahib olsunlar, ona da sahib ola bilmədilər. Sovet dövründə bu soyqırımını sistemli şəkildə unutturmağa çalışdılar və hesab elədilər ki, buna başqa xarakter versinlər, sinfi mübarizə, vətəndaş müharibəsi. Amma ilk dəfə olaraq bu soyqırımının araşdırılmasında ilk addımlar Sovet dövlətinin süqutunun sonlarında, 80-ci illərin sonlarında oldu. İlk məqalələr üzə çıxmağa başladı. Çünki Sovet dövründə unutturmağa çalışırdılar ona görə ki, insanların öz tarixini yaxşı bilməsinlər və milli dövlətçilik şuuru onlara hakim olmasın. Amma bu hadisələrin sistemli şəkildə öyrənilməsi və soyqırımı günü kimi qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 98-ci il 26 mart tarixində imzaladığı sərəncamdan bütün ona qədərki hadisələr və həmin hadisələrin mahiyyəti açıldı və onlara soyqırımı qiyməti verildi. Həmin soyqırımı qurbanları o vaxt bizdə bu yaxında yerləşən o zaman şəhər qəbristanlığı Çəmbərəkənddə dəfn edildilər. Sonra Sovet dövləti onu itirməyə çalışdı. Həmin dövrdə soyqırımı qurbanlarına bir abidə qoymaq istəyirdilər. Onun eskizi də var idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti zamanı o eskizdən də daha yaxşısı indiki Şəhidlər Xiyabanında qoyuldu. Bu bizim tariximizə bir hörmətdir. Tarixdən ibrət dərsi almaqdır. Və sonra cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə həmin abidə daha da sütunları ucaldıldı. Bugün bilirsiniz ki, həmin yerdə 20 mart, həmin yerdə 20 yanvar 1990-cı il şəhidləri uyuyur. Birinci Qarabağ müharibəsində həlak olanların bir qismi orada uyuyur və xarici gələn qonaqlar Şəhidlər Xiyabanını, 20 yanvar şəhidlərini ziyarət eləyirlər və abidəyə gül dəstəsi qoyurlar. 31 mart tariximizin qanlı səhifəsidir. Amma eyni zamanda onu göstərdi ki, biz bu tarixdən bir sıra ibrət dərsləri almalıyıq. O nədir? Əgər biz öz tariximizi yaxşı bilsəydik, 1905-6-cı illər hadisələrini bilsəydik, 1918-ci il 31 martı olmaya bilərdi. Müstəqil dövlətimiz olsaydı, olmaya bilərdi. Əgər biz 31 martı daha yaxşı bilsəydik, 1992-ci ilin fevralında Xocalıda soyqırım olmaya bilməzdi. Deməli, bizim
inkişafımızın temelinde qüdrətli dövlət dayanır, dövlətimizin, millətimizin yanında dayanır. Ümumiyyətlə biz Türk xalqları dövlət millətiyik. Ona görə də biz bu tarixdən ibrət dərsi almalıyıq, dövlətimiz daim güclü olmalıdır və bir şeyi də dərk etmək lazımdır ki, kimlər bu soyqırımları həyata keçirmək istəyiblərsə, heç vaxt öz istəklərinə çata bilməyiblər. Bugünkü Azərbaycanın nümunəsi onu göstərir. Musa Elim, coğrafya, haritalar bize her zaman bir şeyler anlatır. Yani Karavan yüzlerce yıldır işgal edilmesi, Azerbaycan'ın Anadolu Türklüğüyle arasının kopması, Nahçıvan'la bağlarını koparmak gibi görülebilir. O zaman da Bakü'den Guba'ya kadar bu katliamların yaşanması, Bakü'nün de Sovyet Rusyasına dahiliyle, terkibiyle öyle bir şey amaçlanmış olabilir mi? Çünkü kuzeye doğru giden bir hat görüyoruz o soykırımda. Bilirsiniz, məsələnin mahiyyəti nədən ibarətdir? Həmin dövrdə Sovet Rusiyası rəhbərləri belə hesab edirdilər ki, Bakı neft, işıq, enerji yanacaqdır. Çünki dağılandan sonra, imperiya çökəndən sonra böyük dövlət statusunda itirmişdi. Belə hesab edirdilər ki, onun həyat mənbəyi, gələcəyi Bakı nefti ilə bağlıdır. Və bu ərazilər qətiyyən ayrıla bilməz. Həmin dövrdə Bakı Soveti idi, Tiflisdə isə Transkafqaz Komissarlığı idi, sonra Seyim yarandı və hesab edirdilər ki, Azərbaycanlılar müstəqil ola bilərlər və onların müstəqilliyinə yol vermək lazım deyil. Həmin ərazilər yenidən başqa bir ad altında imperiyanın tərkibinə daxil edilməlidir. Anladım efendim. Bir de son olarak Azerbaycanlılar, ben geldiğimden beri onu müşahede ediyorum. 20 Yanvar olsun, Hocalı katliamı olsun, 31 Mart olsun, tarihini aslında yaşatan devlet aklı bunu gerektiriyor. Gençlerine, nesillerine bu şuuru, bence Türk devletleri arasında belki en şuurlu devlet de Azerbaycan olabilir. Yani bunun yaşatılması bu noktada sizler için önemli zannediyorum. Bugün Karabağ işgalden kurtarıldı ama hala biz yine de Hocalı katliamını anıyoruz, unutmayacağımızı gösteriyoruz. Cenab-ı Prezident de bunu söylüyor. Neler söylersiniz? Bu galiba bütün ülkelere de sirayet etmeli. Bilirsiniz, möhtərəm Cenab-ı Prezidentimiz İlham Əliyevin çok güzel bir sözü var. Biz tariximizi heç bir zaman unutmamalıyıq. Tarixi yaddaşını unudan bir millət zamanın mürəkkəbliklərində, qaranlıq sel sularında, daşqınlarında qərq olmuş kimidir. Biz tarixi öyrənirik ona görə ki, haradaydik, haraya gəldik və haraya gedəcəyik. Hansı səhvlər buraxılmışdı və biz o səhvləri indi buraxmamalıyıq. Baxın, bizim tariximizdə buraxılmış səhvlərin hamısını möhtərəm Cənab Prezidentimiz İlham Əliyev düzəltdi. Biz son 200 ildən yuxarı bir dövr ərzində ilk dəfə olaraq dövlət suverenliyimizi tamamilə bərpa etdik. Azərbaycanda separatçılığın kökü kəsildi. Tarixin bilinməsi başqa kimlərəsə nifrət etmək demək deyil. Bu tarixdən düzgün nəticələr almaq baxımından vacibdir. Çıxardığımız başlıca nəticə nədir? Biz Azərbaycanlıların, bütün Türk xalqlarının inkişafının təməlində güclü dövlət hakimiyyəti, qüdrətli dövlət rəhbəri və millətin öz dövlətinin yanında dayanması dayanır. Əgər belə olmasaydı biz Qarabağı işğalçılardan azad edə bilməzdik və Qarabağın işğalçılardan azad edilməsi, işğalçılar üzərində qazanılan qələbə təkcə onların üzərində qazanılan qələbə deyildir. Bu, əsirlərin planlarının vurulub dağıdılmasıdır. Bu, möhtəşəm bir tarixi hadisədir. Türk dünyasının başını uca etdi, onlara yol göstərdi. Ona görə heç şübhəsiz Azərbaycanın nümunəsi də öyrənilməlidir. Efendim çok teşekkür ediyorum. Çok sağ olun. Bizlerle birlikte oldunuz. Tarih şuuru çok önemli. Tarih bilinci çok önemli. Çünkü Sayın Musa Kasım da söyledi. Nereden geldiğimizi bileceğiz ki bugün hangi noktadayız, yarın hangi noktaya, hangi hedefe varacağız? Bunu da tarihten aslında öğreneceğiz. Gerçekten de öyle. Bu şuur ve bir bilinçle Azerbaycan'a artık bundan sonra hiç böyle acılar yaşamamasını diliyoruz diyelim. Başkent Bakü'de Milli Meclis'ten son notlarımız bu şekildeydi. Sözü yeniden size bırakıyoruz.